Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Hər kəsə də deyə bilmərəm, amma mən sizə bir məlumat verim, bir şey deyim, ev haqqında məlumat verəcəm. Əlavə olaraq heç nə məlumat vermirəm. Mən bu dəqiqə elə bir ərazidəyəm ki, elə bir yerdəyəm ki, yəni bu yerdə mənim müştərilərim olub ki, onlara ev lazım olub. Necə ev? Baxın, bax, belə bir modern üslubda inşa olunmuş bir ev. Bu ev şəxsi tikilidir. Otaqların İçərisi, genişliyi o qədər böyüdür ki, mən indi ev sahibinə dedim ki, siz nə üçün yataq otaqlarını bu qədər böyük eləmişsiniz? Deyir ki, biz genişliyi sevirik, yəni ona görə mən istədim ki, otaqlar da geniş olsun. 4 sotun içərisində inşa olunub. 3 metrənin 9 metrəyə olan filtrli hovuzdur, aşması da var, daşması da var. Yəni bu qeyri-adi bir filtrasiya olunur. İnşallah gələndə görəcəksiniz. Ev 2 mərtəbəlidir, monolit betondur, sonra monolit rigerlərlə inşa olunub, 5 otaqlıdır, 3 dənə yuxarıda, bir dənə aşağıda yataq otağıdır, qonaq otağıdır, mətbəxdir. Çox geniş, böyük bir evdir, kubçalıdır. Düz binə atçılıqla üzbəüz. Mərdəkan hava limanı şosesi. Hava limanı şosesi Mərdəkandan çıxanda Bravo marketin yanı. Sonra şəhərdən gələndə, Mərdəkana gedəndə Sokar yanacaq doldurma məntəqəsinə çatmamış. Mərkəzi yolun, ana yolun sağ hissəsində 20 metr içəridə. 20 metr içəridə yerləşir. Bu ev çox gözəl, keyfiyyətli bir tikintiyə malikdir. Avtomatik olaraq putla təchiz olunmuş darvazası. Sonra evin qarşısında görürsünüz kiçik bir yaşıllıq zonası var. Qardaş deyir ki, özüm qazon əkməmişəm. Sonra bax burada döşəməsi isti döşəmə olan yayğış mətbəxi edə bilərsiniz. Baxın, belə bir söhbətgah var. Qazıdır, suyudur, isti-soyuq suyudur, kanalizasiya xəttidir. Hamısı çəkilib hazırdır. Bax bura. Yanların cam balkon elə, qışda da buradan istifadə elə. Manqal. Evira. Bir dəfə mən bunu çəkmişdim. Elvin deyir ki, o da buradan uşaqlara deyir, salam göndər. Proman. Çox qalın, gözəl bir manqal dəstidir. Baxın bu dəst. Həm qazan yeməyi pişirmək üçün, həm də kebab pişirmək üçün nəzərdə tutulub. Burada həyət üçün nəzərdə tutulmuş bir sanitar qovşağı var. Həyətdə istifadə eləmək üçün. Hovuzun sol hissəsində hasarda belə bir dekor verilib. Yaşıllıqla, süni yaşıllıqdır. Çox gözəldir, çox qəşəngdir, keyfiyyətlidir. Bir daha söyləyirəm, şəxsi tikilidir, yerləşmə yerinə də söz ola bilməz, qiymət isə start olaraq 495.000 manatdır. Bu başlanğıc qiymətdir, ev sahibi endirim edəcək. İndi isə keçək evin daxilinə. Seyf qapı, geniş dəhliz, sol hissədə pilləkən qəfəsi, pilləkənimizin altı, düz baxın buradan böyüdən, düz balacaya qədər hamısı dolabdır. Dolab yığılıb, pal-paltar yığmaq üçün. Gözəl bir pilləkən qəfəsimiz var. Burada qonaq otağı yerləşir. Həyətin bütün kameralarıdır, hər bir şeyləri hamısı çəkilib, hamısı yerindədir. Qazı, suyu, işığı, interneti. Sonra evin bütöv olaraq hər tərəfində audio sistem çəkilib, bütöv mərkəzi audio sistem var. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Birinci mərtəbədə yerləşən ümumi sanitar qovşağıdır. Baxın, görün nə genişdir. Mən otaqları sizə bir-bir göstərəcəm. Yataq otaqların, sonra qonaq otağını gördünüz, mətbəx. Bay, maşallah. Bu deyə baxaq, görün nə boyda mətbəx var burada. Mətbəx mebeli yerində, mətbəx. Kiçik bir xırda işlər qalıb, onları inşallah düzəldəcəklər. Sonra gəlin bir dənə bu evin texniki otağına baxın. Burada bir dənə əl damı tikilib. Əl damı var, oranı göstərməyəcəm, içərisində əşyalar yığılıb. Bu da evin, həyətin texniki otağı. Boilerine qədər hazırdır, tam işlək vəziyyətdədir. Bura evin arxa hissəsidir. Mətbəxdən birbaşa giriş-çıxış var. Birinci mərtəbədə yerləşən yataq otağı. Bax, hansı evdə bu boyda yataq otağı var? Baxın. 25 kvadratdan böyüdür ki, balaca deyil. Bütün yataq otaqları belədir. İkinci mərtəbəyə qalxacaq, oradakılar da belədir.
Gəl Elvin. Qalxıram 2-ci mərtəbəyə. Evin qarşısında geniş eyvanı var. Eyvanı həyətdən görmüşsünüzsə zaten. Görmüsünüz. Çox geniş, böyük bir eyvanı var. 2-ci mərtəbə pilləkən qəfəsi sağ tərəfdə. Elvin deyir ki, sən düz demirsən. 30-dan böyükdür. Yataq otaqlarının genişliyi 30 kvadratdan böyükdür. Daxilində sanitar qovşağı, burada belə bir cəffuzi qoyulub. 2-ci mərtəbədə istilik sistemi hamısı batareyalarla təchiz edilmiş. Hamısı batareyadır. Burada yataq otağının daxilində yerləşən bir qardırob otağı var. Ən gözəl şey, 2 mərtəbələrdə sevdiyim bir şey var burada, göstərəcəm sizə. Ümumi sanitar qovşağı. 2-ci mərtəbədə ayrıca çamaşırxana. Bax, bu 2-ci mərtəbədə olmağı superdir. Çünki yataq otaqlarının çoxusu 2-ci mərtəbədə yerləşdiyi üçün 2-ci mərtəbədə çamaşırxana olmalıdır. Mən belə düşünürəm. Səhvdir, düzdür, inşallah onu siz deyərsiniz. Yataq otağı, ən balaca yataq otağı budur. 20-dən böyükdür bu da. Bəli, bu da 20-dən böyükdür. Bax, bu neçədir bir? 35 var. Maşallah. Maşallah. Evin ümumi yaşayış sahəsi 250 kvadratdır. Ümumi yaşayış sahəsi. Dəyərli izləyicilərimiz, 495.000 start qiymət. İnşallah sizləri gözləyirəm. Zəng vurun, gəlin bu evə baxın. Bu ev hər kəsin arzusunda olduğu evlərdən biridir. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün. Bizləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.